Yeni ildən asan xidmət həyatımıza daha bir yeniliklə daxil olur. Bugündən artıq dövlətə olan bütün cərimələrin ödənəcəyi asan ödəniş sistemi işə düşür. Bu barədə vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərinin ekskluziv açıqlaması var. Asan ödəniş sisteminin yaradılması barədə ölkə prezidentinin ötən ilin əvvəlində imzaladığı fərmana uyğun olaraq artıq bütün işlər tamamlanıb və ilkin pilot layihəyə start verilib. Pilot layihə hazırda fəaliyyət göstərən 7 asan xidmət mərkəzində xüsusi terminalların quraşdırılmasını nəzərdə tutur. Burada ilk olaraq yol polisini yazdığı cərimələrin ödənilməsi mümkün olacaq. Qısa müddətdən sonra isə həm asan ödənişin əhatə dairəsi, həm də bura qoşulan dövlət qurumlarının sayı artacaq. Pilot layihədən sonra əhalinin daha çox olduğu ərazilərdə, ticarət mərkəzlərində, yanacaq doldurma stansiyalarında və digər əhalinin sıx olduğu ərazilərdə asan terminalların quraşdırılması, ödəmə terminallarının quraşdırılması nəzərdə tutulur və həmçinin onlayn qaydada. Yəni ki, vətəndaş istədi həm mobil telefonundan, həm öz kompüterindən daxil olmaqla onun barəsində tərtib edilmiş bu inzibati protokollar və nəzərdə tutulan cərimələrin ödənişini birbaşa həyata keçirəcəkdir. Heç bir dövlət orqanına müraciət etmədi. Asan ödəniş portalında hər bir vətəndaşın şəxsi kabineti yaradılacaq. Bura daxil olmaqla köhnə cərimələr barədə də məlumat almaq mümkün olacaq. Asan terminallarının digərlərindən fərqi də var. Belə ki, bu aparatlar qəpik də qəbul edir. Gələcəkdə isə hətta bütün bu ödənişləri smartfonlarla etmək mümkün olacaq. Çünki asan ödəniş portalının mobil versiyası da hazırlanacaq.